beyin sönür 7 yaşından sonra. Yəni sənin elə rahat, hələ bil ki 2 ilin var da. Nə elədin 7 yaşına qədər? Ən güclüsü o inkişafda eləyə bilərsən, uşağın üstünə düşə bilərsən. Siz onu başa düşür ki, Almaniyada uşağı heç bir şey məcburla etmirlər. Amma burada edirlər. Burada sənə otuzdurub deyir, bax bu budur ya, bu budur ya. Yox, belə eləməlisən. Orada onu elə etmirlər. Orada məcburiyyət diye bir şey yoxdur. Və Denyası bağçaya qoyuram, bağçaya. Abed yeməlidir də 12-də. 12-də abed yeməlidir. Mənim uşağım ağzını açmırsa, getirib ikinci dəfə o uşağın vilka ilə ağzına yeməyi qoymur. Gedirəm bağçadan götürməyə saat 3-ün yarısı, deyir ki, abed yeməyib. Deyirəm, niyə yeməyib? Deyir, istəmədi. Nöşün? Biz birinci dəfə götürmür ağzına, ikinci dəfə məcbur elə. Uşaqdır da. Uşaq qalır ac 3-ün yarısına qədər. Mən onu abeddə əlimlə belə batıra-batıra yedizdirirəm ona. Nə olsun bir dəfə vilkaya atqaz elədi. Onlar heç bir şey məcbur eləmirlər. Burada yox ha, burada düşürlər üstünə. Nə danışırsan? Mən burada görürəm də effektləri. Allah haqqı görürəm də. Deniz də gəldi, oturdu həkimlə danışdı. Elədi, getdi də Vüsal bəyin yanına. Nələr, nə ola bilər, necə ola bilər. İndi məsələn o dərmanları bir həftədə içir. Hələ bil biraz daha sakitləşib. Hamısı vitaminlər deyə. Sırf vitamindən ibarətdir. Yəni orada dərmanları yoxdur, psixoloji ya əsəb, elə dərmanlar yoxdur. Sırf dərmanlardır. Özü məndə Deniz həssasdır. Hamısını bir-bir oxuyub Almaniyada, tərkibləri nədir, nədir. Yəni elə başlamışıq Denyasa verməyə. Vüsal Əzimov. İştaha açılıb. Dedi bir dənə eks təsiri odur ki, iştaha açılacaq. Aşağı dozla başlamışıq. Getdikcə baxacaq. Əsəbləşmə xanım. Yox, uşaq indi Almaniyadadır. Valla adlarını belə ağlımda hamısını bilmirəm. Vüsal doktor autizm kimlərdir uşaqla baxır. İnkişafdan geri qalma, danışmayan, fərqli diaqnozu olan uşaqlara baxır. O Vüsal Əzimov Esmira xanımla bir işləyirlər də. Onlar komanda kimidirlər. Elviran oğlunun diaqnozu çox ağırdı. O tamam başqa bir şeydi. Onun diaqnozu ağırdı. İndi hər bir növün diaqnozu fərqlidir də. Eləsi var yüngül, eləsi var ağırdı. Sənin uşağın var 4 dənə. O müalicə eləyən dərmanları həkimin adı nədir? Vüsal Əzimov. Bax, məsələn, elə analar var ki, düşünür ki, autizm məsəl üçün uşaqları sağalmayan bir şeydir. Mən yoldaşımın Denizdən bir vəzifə yuxarı olan, Denizin hərbidə də bir vəzifə yuxarıda olan iş yoldaşı var. Ən güclü diaqnozu qoymuşlar ona autizm uşaqlıqda. İndi vəzifədə oturub. Sağlam adamdır, vəzifədə oturub. Prosto o uşaqlar biraz, yenə deyirəm, inkişafdan geri qalırlar. Yox, məndə deməyiblər, ümumi deyirəm, burada yazırlar ona görə. İnkişafdan geri qalıblar. Adı nədir? Onların öz həyatları var, öz klubları var. Burada yazırlar ona görə. Məndə o qoyulmayıb. Məndə qoyulub ki, diaqnoz. Oğluvun adı nədir? Necə deyək? Hərəkətləri yaşına uyğun deyil. Və onu o yaşına getirmək lazımdır. Ona görə nə lazımdır? Təlim. Bax, danışmır. Danışmamağı nədən ibarətdir? Məsələn, deyir, çox vaxt olur, çox evdə fərqli dillər danışanda, əkizlərdə çox olur. Onun üçün də sənin oğlunda inkişaf var. Sadəcə sənin oğlunun təlim zəifliyi var, bir də beynini aktivləşdirmək lazımdır. Başa düşdünüz? İstəyirlər məni öldür deyə.
Yəni hər uşaq fərqlidir. Yo, Almaniya diaqnoz qoymur. Almaniya deyir ki, 5 yaşına qədər danışacaq. Get gözlə. Deyir, hər şey yaxşıdır, get gözlə. Deyir, diaqnoz qoymaq üçün hələ tezdir. Mənim oğlum da gec yerib. Məsələn, mənim oğlum düz 2 yaşını bir ayda başlayıb gezməyə. Autizm olanda nə olur? Heç bir şey, xanım. Onun da yəni çarəsi var. Bəzi analar var ki, qorxurlar o şeydən. Bax, burada yazırlar. Deyirəm, məsələn, mənim yoldaşımın iş yoldaşı var. O vəzifədədir, o Denizdən yüksək vəzifədədir. Normal oğlandır. Sadəcə çox ünsiyyəti sevmir insanlarla. Hə. Yəni, o fərqli, bəzi analar var ki, ürəklərinə dərd eləyirlər. Qorxurlar. Prosta üstünə düşməlisiniz. Yaşa dolduqca pis olur. Bəs nə? Ona görə vaxtında müalicə eləmək lazımdır. Valla mənim o şeydən, o xəstəlikdən çox başım çıxmır. Yalan məlumat verərəm. Onu daha çox həkimlərdən soruşun, qızlar. Mənim yox. Məndə diaqnoz qoymayıblar. Məndə deyiblər ki, yaşından öz yaşına uyğun deyil. Yəni, ona görə o uşağa təlim lazımdır. Hə, yox, məndə Deniz 4 yaşdır. Ay Leyla, karsan, qulaq propkon arxondadır. 10 dəfə şeyi kapravat elədin, cavab verdim də bir dəfə. Qulağımın deşiyi ha tərəfdə işləyir. İşləyir bu propka. Yox, keçməyib, döyüblər məni. Döyüb bıraxıblar əbəd məni. Kişi gəldi Almaniyadan, döydü, getdi. Oruçsuz. Hə, xanım, oruçum. Gələrsən, birlikdə iftar açarıq. Mənim uşağımda bir şey var. Əsəbidir, bir də danışmır. Kuruğu yoxdur, tək qalıb. Deyən görüm, kuruğum hardadır? Hə, kuruq tərəfdəyəm. Kuruğu yoxdur, tək qalıb. Çür mənim başıma. Daş sənin başına. Buralarda görəsən daş var. Ayda ətağa var. Peki geyim getirim. Necəsən bacı? Yaxşı ürəyim. Acından ürəyim getdi. Vəzifə nə olub? Döyülmüşəm. Az onu deyəcəkdim. Şeyi gördünüz dünən. Ay Allah, ağzıma getirmək istəmirəm. Uşaqlar var burada. O hadisəni canlı yayında. Bax, bizə deyir sizi. Gördü. Günel, harda qaldın sən? Acından öldüm mən burada. O dərman temasını. Belə şeylər cəmiyyət içində eləməzlər. Sizə uşaqlar baxır.
Valla bizi bəzi, hə, elə şey cəmiyyət içində eləyərlər. Uşaqlar baxır sizə.